Baxaq görək müəllimlərin vəzifələri hansılardır? Ümumi təhsil sahəsində bu sözü yadınızda saxlayın. Bax, açar söz budur. Dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək. Baxın, təhsil müəssisəsində hər hansısa bir tədbirdə, konfransda, təşkil olunmuş hər hansısa bir tədbirdə iştirak etmək müəllimin hüququdur. Dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək müəllimin vəzifəsidir. Təhsil haqqında Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada, baxın, sertifikatlaşdırmadan keçmək. Sertifikatlaşdırmadan keçmək müəllimin təbii ki, vəzifəsidir. Müəllim sertifikatlaşdırmadan mütləq şəkildə, yəni qoyulan müddət ərzində, vaxtı gəlib çatanda keçməlidir. Çünki bu bir qayda qanundur. Bunu etməliyik. Bizim borcumuzdur. Təhsil proqramlarının mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək. Müəllimin borcu nədir? Yəni, müəllimin vəzifəsi nədir? Müəllimin vəzifəsi, belə deyək də, müəllimin işi budur ki, təhsil proqramının mənimsənilməsini həyata keçirmək, keyfiyyətli təhsil vermək. Şagirdi keyfiyyətli təhsil vermək şagirdə. Yəni, bu müəllimin vəzifəsidir. İxtisası artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək. Baxın, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək müəllimin vəzifəsidir. Müəllim həmişə öz üzərində çalışmalıdır, özünü inkişaf etdirməlidir. Ümumi təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına əməl etmək, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək müəllimin vəzifəsidir. Təhsil alanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətrafa, mühitə hörmət və qayğı hissi aşılamaq müəllimin borcudur. Müəllimin işidir, vəzifəsidir. Təhsil alanları və fəal vətəndaş mövqeyində formalaşdırmaq, onları vətənpərvərlik ruhunda və Azərbaycançılıq ruhunda tərbiyə etmək müəllimin vəzifəsidir. Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu, müəllimlik adını, nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsil alanların şərəf və liyaqətinə hörmətlə yanaşmaq müəllimin vəzifəsidir. Təhsil alanları fiziki, psixoloji zorakılıqdan qorumaq, müdafiə etmək, zərərli vərdişlərdən çəkindirmək. Baxın, burada qeyd olunur. Zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyi və sağlamlığın mühafizəsində iştirak etmək müəllimin vəzifəsidir. Baxın, burada qeyd olunubdur. Diqqətli olaq. Əlavə məşğələlər. Baxın, əlavə məşğələlər. Sinifdən xaric və məktəbdən kənar tədbirlər keçirmək. Bunu yadımızda saxlayaq. Müəllimin nə idi? Vəzifəsidir. Yenidən təkrar edirəm. Əlavə məşğələlər. Sinifdən xaric və məktəbdən kənar məşğələlər keçirmək, tədbirlər keçirmək müəllimin nə idi? Vəzifəsidir. Valideynlə əməkdaşlıq etmək. Bax, bu əməkdaşlıq sözünü harda gördüsə, bilin ki, bu deməli vəzifədir. Əməkdaşlıq etmək, təhsil alanların nailiyyətləri barədə valideynləri məlumatlandırmaq müəllimin vəzifəsidir. Məktəb rəhbərliyinin, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, yenə deyirəm, əməkdaşlığı harda gördüsə, vəzifədir. Təhsil alanların təlimi və inkişafı ilə bağlı məsələlərlə bağlı məsləhətləşmələr aparmaq müəllimin vəzifəsidir. Baxın, yenə qeyd edirəm, əməkdaşlığı harda gördünüzsə, bu əməkdaşlıq vəzifədir. Daha sonra təhsil müəssisəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri. Baxaq görək valideynlərin vəzifələri, hüquqları nələrdir? Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələrin, hüquqları, birinci hüquqlarından danışaq. Yetkinlik yaşına çatmayan övladları və qəyyumluğunda olan və ya himayəsində olan şəxslər üçün təlim-tərbiyə müəssisəsi seçmək valideynin hüququdur. Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının
belə deyək də, övladlarının dərsə davamiyyəti, təhsili ilə maraqlanmağı, davranış haqqında, davranış qaydaları haqqında maraqlanmağı valideynin hüququdur. Yəni valideyn belə deyək, heç bir müəllim deyə bilməz ki, sən və yaxud da heç bir təhsil işçisi məsələn deyə bilməz ki, valideynə sən şagird haqqında filan sözü soruşa bilməzsən, filan belə deyək də məlumatı ala bilməzsən deyə bilməz. Bu valideynin hüququdur ki, şagird öz övladı haqqında maraqlanır. Eləcəklə də müəllimin vəzifəsidir ki, şagird haqqında valideynə məlumat versin. Dərsə davamiyyəti haqqında, onun tapşırıqları yerinə yetirib-yetirməməsi haqqında valideynə məlumat verməlidir. Daha sonra təhsil alanların hüquqlarını müdafiə etmək. Təhsil müəssisəsinin, baxın, təhsil alanların hüquqlarını müdafiə etmək. Valideynlərin təhsil alanların hüquqlarını müdafiə etmək. Təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək. Diqqətli olaq. Burada təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək valideynin hüququdur. Məktəb kollektivi ilə əməkdaşlıq etmək valideynin vəzifəsi olacaq. Baxın, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, təhsil prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək, könüllü yardımlar etmək valideynin hüququdur. Qanunla nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək valideynlərin hüququdur. Bəs valideynlərin vəzifələri hansılardır? Övladlarının erkən yaşlarda fiziki, əxlaqi, intellektual inkişafına şərait yaradılması, onların icbari ümumi orta təhsil alması. İcbari ümumi orta nə deməkdir? 9 illik təhsil alma. 9 illik bilirsiniz ki, ümumi orta 9 illik icbaridir, yəni məcburidir. Yəni uşaq ən azı 9 il məktəbdə oxumalıdır. İcbari ümumi orta təhsilini almalıdır. Və valideynin də vəzifəsidir ki, şagirdini icbari ümumi orta təhsil səviyyəsinin almasına şərait yaratsın. Təmin olunsun. Təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşıması hər bir valideynin vəzifəsidir. Övladlarının humanistik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına, tarixinə, Azərbaycan xalqının dəyərlərinə, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək valideynin vəzifəsidir. Yəni valideyn bununla məşğul olmalıdır. Belə deyək də, şagirdə övladına bunları aşılamalıdır. Bir növ deyirik, tərbiyə vermək. Tərbiyə vermək təkcə etik davranış qaydaları deyil. Yəni valideyn şagirddə bunları da formalaşdırmalıdır. Valideynin vəzifəsidir. Məktəb kollektivi ilə, baxın, dediyim bayaqki söz. Məktəb kollektivi ilə əməkdaşlıq etmək. Məktəb kollektivi ilə əməkdaşlıq etmək valideynin vəzifəsidir. Ancaq belə deyim, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək valideynin hüququdur. Yenidən təkrar edirəm. Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək valideynin hüququdur. Məktəb kollektivi ilə əməkdaşlıq etmək valideynin vəzifəsidir. Ümumi təhsil müəssisəsində, baxın, ümumi təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etmək. Bəli, ümumiyyətlə daxili nizam-intizam qaydalarını harda gördünüz, bilin ki, bu vəzifədir. Yəni hər kəsin borcudur ki, bir-birinə məsuliyyətlə yanaşsın, hörmətlə yanaşsın, qoyulan qayda, qanun, nizam, intizama əməl edilsin. Əməl edilməyəcək, kənarlaşdırılacaq və ya töhmət veriləcək. Və digər qanunla nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək valideynin və digər qanunun nümayəndələrin hüquqlarıdır. Övladlarını təhsildən yayındıran valideynlər bu qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Bəli.